Çinarə xanım, sizin fikirlərinizi də eşitmək istəyirəm. Bayaqlarım dedik ki, kiçik yaşdan gərək uşağı həm Bəli. valideyn, həm də pedaqoqlar kəşf eləsinlər. Uşaqda yəni hansı sahələr üzrə bir sahədə deyil də alternativ versinlər uşağa ki, alternativ versinlər dediyim, yəni uşağa desinlər ki, sən bu bacarıqların var. Uşaq öz bacarığına da inansın. Həm də ona ehtiyacı var. Çünki uşağı həm də təhsil sahəsində motivasiya etmək lazımdır. Əlbəttə. Təbii ki, yalançı motivasiyadan söhbət getmir. Uşağın, məsələn, mən şagirdlərimlə işləyəndə deyirəm, sənin riyaziyyat beynin çox gözəldir. Həkim sahəsinə gedə bilərsən, sırf riyaziyyatçı ola bilərsən, riyaziyyat müəllimi ola bilərsən və yaxud da maliyyə sahəsinə, iqtisadiyyat sahəsinə gedə bilərsən. Bax, özün sənin üçün hansı sahə daha rahatdır. Məsələn, uşaq deyir ki, mənim anam istəyir ki, mən həkim olum. Deyirəm, sən özün istəyirsən. Mən arada istəyirəm, arada istəmirəm. Belə, uşağın fikri dəyişə bilir. Deyirəm, həkim olmaq istəsən, hansı sahəsini istəyirsən həkimliyin. Stomatologiya yaxşıdır. Məsələn, o gün bir qızımla danışıram, deyir, müəllimə, ürək həkimi olmaq istəyirəm. Deyirəm, ürək əməliyyat eləmək istəyirsən, yoxsa müalicə eləmək həkim olmaq istəyirsən. Deyir, hələ onu fikirləşməmişəm, amma həkimlik xoşuma gəlir. Yəni, uşaqdan fikir almaq lazımdır və uşağı da aldatmaq lazım deyil, valideyni də aldatmaq lazım deyil ki, yəni sənin uşağında şişirtmək lazım deyil də ki, bu uşağın 100% sənin həkim ola bilər. Valideyni düzgün əslində həm də müəllimlər məlumat versələr ki, sənin uşağın potensialı budur. Başa düşürəm, istəyə bilərsən uşaq liseydə oxusun, öz gücünə, yaxşı universitetlərə daxil olsun. Hamı istəyir ki, uşağın uğurlu gələcəyi olsun. Bəli. Amma həm də uşağın özünün götürə biləcəyi bir yük var. O yükün əgər öhdəsindən gələcəksə onu qoy. Məsələn, bir şagirdim var idi mənim, liseyə hazırlaşırdı. Uşaq qəşəng idi beyni. Amma liseyin proqramı ağır olduğu üçün uşaq götürə bilmirdi, çox yorulurdu. Anasına tez-tez deyirdim ki, yəni uşaq olacaq, gələcəkdə yaxşı ixtisas olacaq, amma yükün altında qalır da. Vacib deyil ki, liseydə oxusun. Elə adi məktəbdə də, normal məktəbdə də oxuyub istədiyi universitetə daxil ola biləcək.